Ay bu mən arzulayıram ki, belə öz aləmimizdə olun. Heç kimdən asılı qalmayın demək. Öz aləmimizi heç kimə verməyin, hədiyyə verməyin. Bax, sən cavan qızlara deyirəm. Heç kimə hədiyyə verməyin həyatınızı. Boş şeydir hamısı. Özü üçün yaşayın. Özü şəxsi, özü üçün. Belə ye, iç. Amma bu bir mənalı qarşılamayacaq Elnarə xanım bu fikir. Yox. Elnarə gənclərə nə öyrətdi özünüz üçün yaşayın. Mən deyirəm ki, heç kimə, heç bir varlığa, ay oğlandı, ay filandı, bəs məkan, Allah'ın həyatınızdan pay verməyin. Həyatınızdan pay, ömrünüzdən, gününüzdən, sağduzdan, anınızdan heç kimə pay verməyin. Özünüz üçün yaşayın. Getdin dərsivə, gəldin xoşbəxt, ana nəsə bişirdi, düşürdü, yedin xoşbəxt. Hər şey zamanı gələndə ailə qurmaq, zamanı gələndə olacaq. Özünüzə əziyyət verməyin, ürəyinizi əziyyət verməyin. Mən inanın cavanları görürəm, cavan adıda. İndi mənim oğlum da var, mənim qızım da var, mənim bazı uşaqlarım da var. Mən baxıram, indi o demək, mən bunları da başa sallam. Deyirəm, Quranan da olsun, hər şey vaxt başında olacaq. Çox doğru. Az özünüzü öldürməyin, qələt eləyir, kimsə mentalizm düşür. Qələt eləyir. Boş verin. Yəni olmaz, olmaz. Vaxt zaman gələndə hər şey